Proqramçılar hansısa bir proqram təminatının yaxşı dizayn olunduğunu analiz eləyən zaman, adətən ilk baxdıqları meyarlar bu proqram təminatında hansı dizayn prinsipləri, dizayn patternları, arxitektur stillər, arxitektur patternların tətbiq olunub olunmamasıdır. Amma ilk fokus nöqtəsi mütləq şəkildə proqram təminatının düzgün işləyib işləməməsi olmalıdır. Əgər hazırladığınız proqram təminatı qarşıya qoyulan tələbləri ödəmirsə, artıq orada tətbiq elədiyiniz gözəl dizayn prinsipləri, interfeysləri abstrakt klasslara çıxartmaqlar, düzgün modullara parçalamaqların bir mənası yoxdur. Çünki siz artıq yanlış problemləri həll eləyirsiniz. Proqram təminatı mütləq hansısa qarşıda bir problem var ki, o problemi həll eləmək üçün hazırlanıbdır. Və əgər siz tələblərə cavab vermirsinizsə, deməli yanlış problemləri həll eləyirsiniz. Ona görə ilk növbədə proqram təminatının keyfiyyətli olduğunu göstərən əsas meyar proqram təminatının düzgün işləməsidir. Əgər proqram təminatı düzgün işləyirsə, ikinci məqamda bu proqram təminatının müştərinin tələblərinə, dəyişikliklərinə nə dərəcədə reaksiya verib verməyəcəyi ölçülür. Yəni proqram təminatının rahat müşayiət olunması, dinamik dəyişilməsi, dinamik dəyişikliklərə cavab verməsi ölçülməlidir.